Görün bu inəkləri satıb gedəcəm xarici ölkəyə yabı kimi yeməyə. Gedəcəm Qazaxstana Natiq qardaşımız var Gürcüstanlı, onunla yeyib içəcəm. Ukraynada Kürdəmirli qardaşımız var Vali, onunla yeyib içəcəm. Sonra Almaniyada yaşayan Fuad qardaşımız var Ləzgi, gedib onunla yeyib içəcəm. Mən yabı kimi yeyib içəcəm, onlar yəqin ki mədəni yeyib içərdən. Onlar da mən bilirəm, mən yabı kimi yeyirəm, onlar mədəni yeyir. Və digər Azərbaycanlılar yaşayır xaricdə, xarici ölkələrdə, Rusiyada, Ukraynada, Belarusiyada. Onlardan da oturub yeyib içəcəm, digər Azərbaycanlılardan. Yabı kimi oturub yeyib içəcəm. Sağlıq olsa tezliklə, tez bir zamanda yolum oralıqdan keçəcək. Dostlar, bu videonu beğenin, paylaşın zəhmət olmasa. Öpürəm, bağrıma basıram Azərbaycanlıların hamısını. Dünyada nə Azərbaycanlılar var, Allahın salamı olsun. Orucluğunda Allah qəbul eləsin orucluqlarını. Allah köməyiniz olsun, Allah oruclarını qəbul eləsin. Çox sağ olun, var olun dostlar. Bu videonu beğenin, paylaşın.